Amerika Birləşmiş Ştatlarının New York şəhərində fəaliyyət göstərən Kolumbiya Universitetində Xocalı soyqırımının 34-cü il dönümünə həsr olunmuş Xocalı xatirəsini ehtiramla yad edərək İnsanlıq naminə sülhün təşviqi adlı konfrans keçirilib. Konfrans Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Birləşmiş Ştatlarda təhsil alan Azərbaycanlı gənclər, yerli icmanın nümayəndələri, universitet professorları və diplomatlar iştirak ediblər. Proqramda Amerika Birləşmiş Ştatlarının və Azərbaycanın dövlət himnləri səsləndirilib, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Anım mərasimində Azərbaycanın BMT yanında daimi nümayəndəsi Səfir Tofiq Musayev çıxış edərək Xocalı soyqırımı ilə bağlı tarixi faktlar haqqında qonaqlara ətraflı məlumat verib. Tədbirdə həmçinin Rutgers Universitetinin Yaxın Şərq Araşdırmalar üzrə professoru, BMT baş katibinin keçmiş sözcüsü, Əl-Qüds Əl-Ərəbiyyə qəzetinin BMT bürosunun rəhbəri Əbdülhəmid Siyam çıxış edərək Xocalı həqiqətlərindən, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünə dair qəbul etdiyi qətnamələrdən, Azərbaycanın regionda sülhə verdiyi dəstəkdən bəhs edib. Konfransda New York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, Amerika-Azərbaycan Təşkilatları Alyansının prezidenti Nərgiz Əliyarova da çıxış edərək Xocalı faciəsinin unudulmamasının vacibliyini diqqətə çatdırıb. Tədbir çərçivəsində Xocalı həqiqətlərindən bəhs edən sənədli film nümayiş olunub. 487 inhabitants of Khojaly were wounded, including 76 children. 8 families were completely wiped out. 130 children lost one parent and 26 children lost both. Bununla yanaşı, New Yorkda fəaliyyət göstərən Maivey Uşaq və Gənclərin Yaradıcılıq və İnkişaf Mərkəzinin tələbələrinin Xocalıya həsr olunmuş 25 əsəri və Azərbaycanlı rəssam Çingiz Musayevin Ana və Fəryad əsəri konfrans salonunda sərgilənib. Azərbaycan-Amerika Təşkilatlar Alyansının prezidenti Nərgiz Əliyarova bu tədbir bildiyiniz kimi Xocalının 34 il dönümünə həsr olunub və şükürlər olsun ki, artıq bu dəfə, bu axırıncı bir neçə il ərzində biz qalib xalq kimi bu Xocalı faciəsini yadımıza salırıq və bilirsiniz ki, bu il yeni kompleks açıldı Xocalı şəhərində. Bu bizim arzumuz idi və biz təşəkkür edirik cənab prezidentə ki, bu gözəl bir memorial kompleksi inşa edilməsinə imza atıb və biz Kolumbiya Universitetində yığışmışıq bu hadisəni qeyd eləməyə, ancaq bizim fikrimiz təkcə bunu yada salmaq deyil, həm də bu kimi hadisələrin daha dünyanın heç bir yerində baş verməməsi üçün əlimizdən gələni etməkdir. Ben Doktor Nahid Cəfəriyəm, kökündən Təbrizliyəm. Burada bugün Mənhətəndə, Kolumbiya Universitetində Xocalı soyqırımına görə yığışmışıq. Xocalı soyqırımını tanıtdırmaq məxsusən gənclərimizə çox önəmlidir. Bu, məsələ video çəkilmişdi, özü də İngiliscə dilində idi, yəni mən çox bəyəndim. Buradakı Amerikada olan Azərbaycanlı uşaqlara da çox yardımcı olar ki, çox rahatca əlaqə bağlasınlar bu məsələ ilə. Çünki hər halda bizim tariximizdir və bu soyqırım çox bir kədərli bir günlərdir bizim tariximizdə. Ona görə bizim gənclərimiz bunu çox gözəl hatırlamalıdırlar və burada hətta Amerikadakı okulda dostlarına filan da bunları tərif edib və bu günü diri saxlamalıdırlar. Mən Abdülmin Siyam, BMT-nin keçmiş sözcüsü və Rutgers Universitetinin professoruyam. Bugün Xocalı soyqırımının anımına həsr olunmuş tədbirdə səfirin və digər çıxış edənlərin itqlərindən çox təsirləndim. Xatırlayıram ki, 1993-cü ildə müharibə zamanı BMT-də işləyərkən BMT Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi torpaqlardan geri çəkilməsini tələb edən 4 qətnamə qəbul etmişdi. Lakin buna heç bir cavab verilmədi.
Mən buradakı çıxışımda həmçinin Azərbaycana 2 səfərim barədə danışdım. 2016-cı ildə Ümumdünya Mədəniyyətlər Arası Dialoq Forumunda iştirak etmək üçün və 2022-ci ildə Qarabağda baş verənləri yerində görmək məqsədi ilə Azərbaycana səfərlər etmişəm. Həmin səfər zamanı mina ilə çirklənmiş ərazilərə və dağıdılmış şəhərlərə baş çəkdik. Bu səfər mənim gözlərimi açdı. Əslində erməni işğalının müvəqqəti olduğunu özləri də bilirdilər. Çünki onlar qurub yaratmamış, yalnız dağıtmışdılar. Evlər, kəndlər, məscidlər, abidələr, kilsələr, inzibati binalar, hər şey məhv edilmişdi. Əgər bir ərazini öz torpağın hesab edib onu azad etdiyini iddia edirsənsə, niyə hər şeyi dağıdırsan? Bu, onların Azərbaycanın bu hissəsinə bir gün oranı tərk edəcəklərini bilə-bilə daxil olduqlarını göstərir. Mən anlayıram ki, Azərbaycan diplomatiyaya şans verdi. Lakin diplomatiyanın işğal olunmuş torpaqları azad etməyəcəyi aydın olduqda, ölkə güclü ordu qurdu və torpaqlarını azad etməyə nail oldu. Bununla yanaşı heç bir qisas və ya qətliam törədilmədi. Əksinə, orada yaşayan ermənilərə bildirildi ki, əgər Azərbaycanda qalmaq istəsələr, bərabər hüquqlu vətəndaş kimi qəbul olunacaqlar. Düşünürəm ki, Azərbaycan bir tərəfdən torpaqlarına azad etmək əzmində qətiyyət nümayiş etdirməklə, digər tərəfdən isə hüququn aliliyinə və beynəlxalq hüquqa sadiq qalmaqla mühüm nümunə göstərdi. Eyni zamanda qisas yolunu seçməyərək Ermənistanla münasibətlərdə yeni bir səhifə açmağa hazır olduğunu ortaya qoydu. Hazırda iki ölkə arasında daimi və davamlı sülh münasibətlərinin qurulması istiqamətində müəyyən diplomatik müzakirələrin şahidi oluruq. Bu sevindiricidir. Diplomatic discussion between the two countries for permanent peaceful relations.